Hər kəs ruzisinin çoxalmasını istəyirsə, birinci etiqadı olmalıdır, Allaha təvəkkülün artırmalıdır, Allaha inanmalıdır, güvən hissi çox olmalıdır. Əlbəttə, dua möminlərin mənəvi silahıdır. Dua ilə insan ucalar, dua ilə insan yüksək məqamlara çatar. Şura 19. Gün ərzində 70 dəfə oxuyun. Gün ərzində 70 dəfə oxuyun. Allahu Latifun bi ibadihi yerzuqu men yeşa və huvel qaviyyul əziz. Bir daha təkrar edirəm. Allahu Latifun bi ibadihi yerzuqu men yeşa və huvel qaviyyul əziz. Allah istədiyi adama ruzi verəcək. Qüdrət sahibi, qüvvət və əziz olan Allah öz bəndəsinə çox mehriban və lütfkardır. Gün ərzində ən azı halınıza baxır, 70 dəfə oxuya bilərsiniz.